Əhl-i və cəmaatın etiqadındandır ki, hovuza inanmaları, iman etmələri, hansı ki, Allah Subhanahu taala onu Muhammed sallallahu aleyhi ve sellem üçün, öz peyğəmbəri üçün xüsusiləşdirmişdir və onun ümməti üçün. Kəvsər hansı ki, Allah taala orada deyir ki, İnnə a'taynəkəl kəvsər. Biz sənə kəvsəri verdik. Cənnətdə bir çaydır. Allah taala onun öz peyğəmbəri və nəbisi Muhammed sallallahu aleyhi ve sellemə vermişdir. Həmin hovuz, o barədə təvatur hədislər gəlmişdi. Peyğəmbər sallallahu sahabələrindən Abdullah ibn Amr ibn As radiyallahu anhuma demişdi ki, Nəbi sallallahu aleyhi ve sellem demişdi ki, hovuzumun uzunluğu bir aylıqdır, məsafədir. Havd-i məsiratu şəhr. Hovuzu bir aylıq gedişatdır. Nə gedişatını bilmirik. Atla mı geçsən, dəvə ilə mi, insan yerişindən, qatışından bilmirəm. Masira, getmək. Onun suyu süddən daha ağdır. İyisi müşkdən daha gözəldir. Onun belə deyək də stəkanları, yəni suyu nə ilə içirsən hovuzdan? Stəkanla, saçqayla, nəyləsə də bu. Həmin onun kizənuhu kənucumus səmə. Göyün ulduzları qədərdir. Men şəribə minhu fələ yəzməhu əbədən. Kim ondan içərsə də heç vaxtı suzlamaz. Hədis Buxari Müslimdədir. Həmin hovuza Muhammed sallallahu aleyhi ve sellem ümmətindən kimlər gələcəkdir? Kimlər ki o dini dəyişməyiblər. Onlar içəcəklər. O dini dəyişməyənlər orada içəcəklər. Böyük bir toplum olacaqdır. Bihəsbi mə əsləhu fil əyyəmil xaliyə. O günləri ki var idi, o günlərdə nələr ki tərk ediblər, onun miqdarı, ona o hesablamalarla onlar ora gələcəklər. Yəni. Və oradan uzaqlaşdırılanlar olacaqdır həmin hovuzdan. Yəni gəlib o hovuzdan su içə bilməyəcəklər. Dinini dəyişən kəs, Allahın dinini dəyişib, pak şəriəti dəyişibdir, kərim olan sünnədən üst söndəribdir. O hovuzdan uzaqlaşdırılacaqdır. Məsələn, bunlara daxil olan bidə dəhillərdir, azğınlardır, hansı ki, Quranla, sünnəyə düşmənçilik ediblər. Və Allah Subhanahu taala kimi ki, İslamla ikram eləmişdi, onlar İslam dinindən üst söndəriblər və riddə üzərində ölüblər. وَلَوْ كَانَ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ قَبْلَ اِرْتِدَادِهِ. Yəni, dinlərindən dönməmişdən qabaq Peyğəmbər sahabələr olsaydı da belə, yəni həmin vaxtı sonra isə dönür də, yəni. Mələklər onları mane olacaqlar ki, onlar hovuza gəlsinlər. Peyğəmbər sallallahu aleyhi ve sellem deyəcək ki, sahabələrim, ona deyiləcək ki, sən bilmirsən ki, səndən sonra onlar nələr elədi. Yəni, uzaqlaşdıranlardan söhbət gedir. Fəəqul deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, deyirəm ki, bu'dan, əv qalə suhqan limən bəddələ bə'di. Uzaq olsun, kim ki, məndən sonra dinini dəyişibdir. Muhammed ibn Ziyad qal, səmiyyətü Əbə Hüreyrətə radiyallahu anhu. Muhammed ibn Ziyad deyir ki, eşitdim ki, Əbə Hüreyrə radiyallahu anhu deyir. Peyğəmbər sallallahu aleyhi ve sellem rivayət edilir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem demişdi ki, vəl-ləzi nəfsi biyədihi, nəfsim əlində olana and olsun ki, hovuzumdan kişilər uzaqlaşdırılacaq, yəni insanlar olacaq, yəni uzaqlaşdırılanlar. Necə ki, qərib dəvə hovuz kənarından uzaqlaşdırılır. Demək, dəvə toplumunda başqa bir dəvə gələndə onu uzaqlaşdırırlar. Yəni. Vani Hişəm, qalə səmiyyətü Ənəs ibn Məlikin radiyallahu anhu yəqul. Hişəm deyir ki, eşitdim ki, Ənəs ibn Məlik deyir. Qalə Nəbi sallallahu aleyhi ve sellem lil-ənsar. Peyğəmbər sallallahu aleyhi ve sellem ansarlara demişdi ki, İnnəkum sətəlqavnə bə'də əthərə. Məndən sonra əthər olacaq. Əthərə, yəni hakimlər olacaqdır. Onlar özlərini fikirləşəcəklər, öz haqlarını götürəcəklər, başqalarının haqlarını verməyəcəklər. Belə bir şey olacaqdır, əthərə. Fasbiru həttə təlqavni. Yəni, səbr edin, hətta hovuzun yanında məndən görüşənə kimi. Təlqavni hava hovuzun yanında, yəni. Və məv'idukumul havd. Sizin həmin o yeriniz, vaxtınız hovuzdur. Hovuzun yanında, yəni. Buxari Müslim rivayət eləmişlərdirsə. Həmçinin Abi Həzim
وعن أبي حازم قال سمعت سهلا رضي الله عنه يقول eşitdim ki Sahil deyir ki eşitdim ki Peygamber sallallahu aleyhi ve sellem deyir Ana faratukum alel havd. Ben sizi keseceğim havuzda. Yani birinci havuzun yanında Peygamber sallallahu aleyhi ve sellem olacaktır. Kim ki ora varid olasa içecektir. Kim içerse de hiç əbədən, heç vaxt susuzlamaz. Bir toplum, bir ümmət, qövmlər gətiriləcəkdir. Yəni, mən onları tanıyıram. Onlar da məni tanıyır. Sonra mənimlə onlar arası ayrılacaqdır. Uzaqlaşdırılacaq onlar. Əhl-i-Sünnə və Cəmaət və onlardan da İbn-i Teymiyyə rəhməllahdır ki, Əhl-i-Sünnə və Cəmaətin nümunə götürülən ad və sifətlər bölümündə nümunə götürülən alimlərindəndir ki, ad və sifətlərdə və iman və qeybi məsələlərdə olan şeylərdə nümunə götürülən, qeybə iman edən, qeybə inanmaq məsələlərdə, yəni nümunə olunan Əhl-i-Sünnə imamlarındandır. Bundan başqa şəri elmlər və o vəsilələr ki var, şəri elmlərə İbn-i Teymiyyə rəhməllah nümunə götürülən alimlərdəndir. Yəni, bunlar hamısı iman gətirirlər ki, bu dəlillərə, bu şeylər barəsində xəbər verilib, hansı ki, qiyamət günü baş verəcəkdir. Əhl-i-Sünnə və Cəmaət bunların hamısına deyil, iman gətirirlər. Sonra Ən-Nazim, yəni İbn-i Teymiyyə rəhməllah, bundan sonra deyir ki, onun Allah barəsində çox gözəl bir ümidi vardı ki, o deyir ki, o hovuzdan içən kəslərdən də biri bu olacaqdır. Ona inanır. Yaxşı zənn edir Rəbbi barəsində və ondan olmaq istəyir. Deyir ki, hovuz hansı ki, ümid edirəm ki, mən də ondan içib doyarım. Yəni, bu Əl-Kərim, Ər-Rahim olan Allah Teala barəsində yaxşı zəndə olmaqdır. Bu da İslamın vaciblərindən bir vacibdir. Möhkəm bir mənhəcdəndir. Hovuzu və mizanı inkar, tərəzini inkar edənlər Əl-Cəhmiyyələrdir, Mu'təzilələrdir, Xavariclərdir, onlara tabi olanlardır. Dəlilsiz, heç bir şəri dəlil olmadan, əqli dəlil olmadan, onlar əksinə havalarına tabi olur və batil təbillərini isnad ediblər. Onların heç bir şəri və yaxud da əqli dəlilləri əsli olmayan bir şeyə tabi olub gediblər. Allah da ki, bizlər